Mart ayının 29-u Ramazan ayının 29-cu günüdür. Martın 29-unda imsak vaxtı saat 05:02, iftar vaxtı isə saat 19:17-dədir. Ramazan ayının 29-cu gününün imsak duası belədir. İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et. Bu gün mənə qüvvət və ismət nəsib et. Ürəyimi töhmətçilik qaranlığından təmizlə. Ey mömin bəndələrinə rəhimli olan Allah. İftar duası isə belədir. İlahi, sənin üçün oruç tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.